Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Dostlar, dünən Azərbaycan xəbər portallarında, xəbər segmentində belə bir xəbərə gözüm sataşdı. Yazılmışdı ki, dövlət əhalinin təhlükəsizliyini nəzərə alaraq pandemiya dövrünü uzatmaqla iyulun 1-nə kimi sərhədlərin bağlı qalmasını qüvvədə saxlayır. Düzü, bu xəbərə bilmədim ağlayam, yoxsa güləm. Çünki televizoru açırsan, bəzi aparıcılarımızın dili yara olub təkrarlamaqdan ki, ölkəmiz qanunlarla idarə olunan ölkədir və inkişafda olan ölkədir. Düzü bir vətəndaş kimi mən buna qərəzli yanaşmıram. Əksinə mən sevinirəm. Sadəcə bilmək istəyirəm, inkişafdan qalmış bəzi Afrika ölkələri ki var, Burkina Faso, Somali, Uganda kimi ölkələr, ümumiyyətlə medisinadan onların heç bir anlayışı yoxdur. Onlar pandemiya güc gəlib, sərhədlərini açıblar. Amma bizim inkişafda olan ölkəmiz 6 ildir pandemiya ilə boğuşur. Güc gələ bilmədiyi üçün bu səbəbdən də sərhədlər bağlıdır. Nəticə etibarı ilə çanaq genə sadə vətəndaşın başında çartdı. Kimisə dünyadan köçəni var, kimisə toyu var, kimisə canı xəstədir, kimisə maddi vəsaiti çatmır. Rahat gedib gələ bilmir. Və bu yaranan vəziyyətdən bəzi qurumlar, Azal kimi ona bənzər qurumlar faydalanırlar. Nəticədə bizim ölkəmiz qanunlarla idarə olunan ölkə olur. Əzizlərim, biz nə vaxt başqa bir millətlər kimi özümüzə hörmət edəcəyik? Nə vaxt başqa millətlər kimi öz ölkəmizə rahat gedib, rahat gələcəyik? Bunun bir sonu var, yoxsa biz daim bu cürə vəziyyətlə barışmalı və yaşamalıyıq? Xahiş edirəm buna münasibət bildirərdiniz.